Sabah bürcülər üçün çox incə bir gündür. Kiçik bir səhv böyük nəticələr doğura bilər. Bəzi bürcülər gözləmədiyi xəbər ala bilər. Bəziləri isə susmağın daha doğru olduğunu anlayacaq. Əgər səhv addım atmaq istəmirsinizsə, videonu sona qədər izləyin. Çünki ən vacib xəbərdarlıq sonda olacaq. İndi isə bürcülərə keçək. Qoç. Gün nisbətən sakit keçəcək. Hətta çox tələsməsəniz də planlaşdırdıqlarınızın hamısını çatdıracaq və qarşısı alınmaz çətinliklərlə üzləşməyəcəksiniz. Amma işlərdə böyük bir sıçrayış gözləməyə dəyməz. Ətrafdakılar çox güman ki, təşəbbüslərinizi təmkinlə qarşılayacaq və düşündüklərinizi reallaşdırmağa kömək etmək istəməyəcəklər. Buna görə də müstəqil hərəkət etməyə hazır olun. Planlaşdırılmamış xərclər mümkündür. Bəzi qoçlar əvvəlcədən düşünmədikləri alış-veriş etməli olacaqlar. Yəqin söhbət elə də böyük olmayan məbləğlərdən gedəcək və ciddi maliyyə çətinlikləri yaşamayacaqsınız. Amma yenə də xoşagəlməz məqamlar ola bilər. Buğa. İntuisiya səsinə xüsusilə diqqətlə qulaq asın. Məhz daxili səs səhvsiz şəkildə nəyin üzərində işləməli olduğunuzu, nəyə isə güc sərf etməməyin daha doğru olduğunu göstərəcək. Günün birinci yarısında əsas olanı ikinci dərəcəli şeylərdən asanlıqla ayıracaq və sizi həqiqətən maraqlandıran mövzuya fokuslanacaqsınız. Bu yanaşma enerjinizi boş yerə xərcləməməyə kömək edəcək. Heç yerə tələsmədən gün ərzində yığılıb qalmış işləri yoluna qoya. Təxirə saldıqlarınızı tamamlayıb, ilin sonuna qalan günlər üçün planlarınızı düşünə biləcəksiniz. Həmkarlarla və ya tərəfdaşlarla söhbətlərdə özünüzü sərbəst hiss edəcək. Həm doğru sözləri, həm də inandırıcı arqumentləri asanlıqla tapacaqsınız. Maliyyə məsələlərində isə emosiyaların vacib qərarlara təsir etməsinə imkan verməyəcəksiniz. Əkizlər. Bugün məhsuldarlıq rekordu qırmaya bilərsiniz, amma yenə də xeyli iş görəcəksiniz. Üstəlik, həddən artıq yorulmadan ünsiyyətə və yüngül məşğuliyyətlərə daha uyğun bir əhvalı qorumaq mümkün olacaq. Kimsə əkizləri aktiv işləməyə sövq etməyə çalışsa belə, bürc nümayəndələri işləri sonraya saxlamağın xeyrinə inandırıcı arqumentlər tapacaqlar. Sizin yanaşmanız çoxlarının xoşuna gələcək. Ətrafdakılar da tempi azaltmaq və biraz rahatlamaq istəyi hiss edəcəklər. Daha əvvəl qurduğunuz planlar təsadüfən və ya gözlənilməz hadisələr ucbatından pozula bilər. Qəfil zəng, təəccüblü görüş və ya birdən yaranan gözəl bir ideya buna səbəb ola bilər. Bütün bunlar həyata xoş rəng qatacaq, darıxmağa imkan verməyəcək. Kənardan baxanda günün sanki özü-özünə formalaşmasını izləmək maraqlı olacaq və siz şəraitə asanlıqla uyğunlaşacaqsınız. Xərçəng. Köhnə səhvləri düzəltmək, nəyin səhv getdiyini aydınlaşdırmaq üçün fürsəti qaçırmayın. Kimisə incitmiş xərçənglər günün verdiyi şansı istifadə edib, günahlarını yuyub, münasibətləri düzəldə bilərlər. Həm də küsülü olduğunuz biri ilə barışmaq və ya diqqət tələb edən işlərdə qayda yaratmaq mümkündür. Son vaxtlar özünə şübhə düşənlər hər şey yaxşı gedir hissini yaşayacaq və bu onlara güc verəcək. Belə xərçənglər vaxtı boşa verməyəcək, məqsəd yönlü və çox səmərəli hərəkət edəcəklər. Enerjiniz artacaq və əvvəllər çətin görünən tapşırıqlara girişə biləcəksiniz. Aktivliyiniz və niktimliyiniz diqqətdən yayınmayacaq və bu sizin xeyrinizə işləyəcək. Həmkarlar daha asan anlaşacaq. Rəhbərlik vaxtında göstərdiyiniz təşəbbüsü qiymətləndirəcək. Yeni tanışlar isə sizdən çox yaxşı təəssürat alacaqlar. Şir. Gün dinamik və hadisələrlə dolu olacaq. Bir neçə işi eyni vaxtda görmək, tapşırıqlar arasında tez-tez keçid etmək və mümkün olan qədər çoxuna çatmaq lazım gələ bilər. Bu qədər sürətli tempdə sakit düşünməyə demək olar ki, vaxt qalmayacaq. Tələskənlik, kiçik qarışıqlıq və gücün elə də rasional hərclənmədiyi hissi yarana bilər. Vaxtaşır pauza verib, baş verənləri yerinə qoyanda özünüzü daha inamlı hiss edəcəksiniz. Ünvanınıza xeyli kritika səslənə bilər. Bütün iradlar ədalətli olmayacaq və konstruktiv məsləhəti sadəcə narazılıqdan ayırmaq çətinləşə bilər. Hər şeyi ürəyinizə salmayın və dərhal özünüzü doğrultmağa tələsməyin. Deyilənlərdən nəyin həqiqətən diqqətə layiq olduğunu yalnız siz qərar verirsiniz. Qızlar.
Diqqət tələb edən gündəlik işlərə və çoxdan həll olunmalı məsələlərə fokuslanmaq asan olmayacaq. Tez-tez xəyallara və fantaziyalara, hətta hazırda təsir edə bilmədiyiniz mövzular barədə düşüncələrə dalacaqsınız. Əgər rutini kənara qoyub günü yaradıcılığa həsr etmək imkanınız varsa, bugün ən doğru seçim elə budur. Maliyyə məsələlərini tələsiklə həll etmək daha yaxşıdır. Böyük alış-verişləri və sövdələri ertələyin. İmkan varsa vacib sənədləri imzalamayın. Yerinə yetirməsi çətin ola biləcək öhdəliklər altına girməyin. Tərəzilər. Gün şəxsi işlərə vaxt ayırmağa və son vaxtlar sizi narahat edən sualları aydınlaşdırmağa imkan verəcək. Yaxınlar, həmkarlar və ya dostlarla münasibətlərdə xırda problemlər yığılıbsa, hər şeyi sakitcə müzakirə edib ortaq məxrəcə gələcəksiniz. Bəzi tərəzilər vəziyyətə kənardan baxa biləcək, hisslərini anlayıb qarşı tərəfin mövqeyini dərk edə biləcək. Qarşılıqlı etibar və hörməti bərpa etmək, münasibətlərə istilik və anlayış qaytarmaq alınacaq. Gün iş və digər faydalı məşğuliyyətlər üçün də pis deyil. Cari tapşırıqları tələsmədən rahat şəkildə həll edəcəksiniz. Maliyyə mənzərə də əlverişlidir. Gözlənilmədən pul daxil olmaları, artıq demək olar ki, unutduğunuz köhnə borcların qaytarılması mümkündür. Bu sizi xoş təəssüratlandıracaq və özünüzə inamınızı artıracaq. Əqrəblər. Əgər qətiyyətli və məqsədyönlü davransanız, gün həqiqətən uğurlu keçəcək. Özünüzdə güc və inam artımı hiss edəcəksiniz. İntuisiya sizə bildirəcək ki, diqqət və israr tələb edən vacib tapşırıqlara girişməyin vaxtıdır. İş sahəsində müsbət tendensiyaların təsiri üstün olacaq. Planlarınızı həyata keçirməkdə nəzərə çarpan irəliləyiş əldə edəcəksiniz. Qətiyyətiniz və israrlılığınız görünəcək və layiqincə dəyərləndiriləcək. Vacib danışıqlar, proyekt təqdimatı və ya potensial tərəfdaşlarla görüş planlaşdırmısınızsa, şübhə etməyin. Nüfuzlu insanlarda lazım olan təəssüratı yaradacaq və bu yeni imkanlar açacaq. Ox atan. Bir çox işlər adətinkindən çətin alınacaq. Əvvəllər tez həll olunan məsələlər bugün xırda anlaşılmazlıqlar və ya uğursuz təsadüflər ucbatından ləngiyə bilər. Kiçik narahatlıqlar da mümkündür. Unudulan sənədlər, gecikmələr, texnikanın işi ilə bağlı xırda problemlər və ya razılaşmalarda qarışıqlıq. Ciddi problem olmayacaq, amma sayı çox olması sizi qıcıqlandıracaq. Bugün çox mürəkkəb və ya riskli işlərə girişməyin. Onları daha uyğun vaxta saxlayın. Bu artıq səhvlərin qarşısını alacaq. Böyük alış-verişdən, vacib müqavilə imzalamaqdan və şübhəli proyektlərə yatırım etməkdən çəkinin. Bir dəfə sizi yarı yolda qalan insanlara qarşı diqqətli olun. Onlara vacib iş tapşırmayın və sözlərini mütləq yerinə yetirəcəklərinə arxayın olmayın. Amma köhnə dostlar siz istəsəniz məmnuniyyətlə köməyə gələcəklər. Oğlaq. Gün uğurlu keçəcək və xoş anlar gətirəcək. Bir çox məsələ gözlədiyinizdən tez həll olunacaq. Heç yerə tələsməyə ehtiyac qalmayacaq. Maraqlı tapşırıqları sakit tempdə yerinə yetirə biləcəksiniz. Ətrafdakılar sizi artıq əskik narahat etməyəcək və fikrinizə hörmətlə yanaşacaq və yalnız həqiqətən ehtiyac olanda kömək istəyəcəklər. Bu sakit iş mühiti yaradacaq və əsas məsələlərə fokuslanmağa imkan verəcək. Maliyyə məsələlərində səhv etməyəcəksiniz. Pulunuzu düzgün idarə edəcəksiniz. Nəyə xərcləməməyin daha yaxşı olduğunu tez anlayacaq. Nədə isə həddən artıq qənaət etmək lazım gəlmədiyini də görəcəksiniz. Yaxınlarla gələcək alış-verişləri müzakirə etmək olar. Dolça. Bugünü çoxdan özü saatını gözləyən köhnə ideya və planları reallaşdırmaq üçün istifadə edin. Sürətli və qətiyyətlə hərəkət etsəniz, düşündüklərinizin çoxunu reallaşdırmaq mümkün olacaq. Bu, əvvəlcə tamam əlçatmaz görünən məsələlərə də aiddir. İşlərin öhdəsindən gəlməyə qeyri-standart həll tapmaq bacarığınız və yaradıcı yanaşmanız kömək edəcək. Başqalarını çıxılmaz vəziyyətə salan tapşırıqlar da belə. Son vaxtlar işdə və ya maliyyə sahəsində ciddi problemlərlə üzləşmisinizsə, bugün onları necə həll etməyin yolu aydınlaşacaq. Yeni tərəfdaşların və ya yaxında birgə maraqlı proyekt etdiyiniz insanların vaxtında köməyi də istisna deyil. Sərfəli təkliflər mümkündür. Bəzi dolçalarda əlavə gəlir mənbəyi yarana bilər. Balıqlar.
Gün bir qədər çətin görünə bilər və səbəb xarici şərait yox, daha çox sizin daxili stanınız olacaq. Başladığınız işə marağı tez itirə. Əvvəlcə çox yaxşı yola getdiyiniz insanlarla ünsiyyətdən yorula bilər. Qəbul etdiyiniz qərarların düzgünlüyünə şübhə düşə bilərsiniz. Balıqların hamısı ardıcıl davranmayacaq. Çoxları gah bu işə, gah o işə əl ataraq mənasız bir təlaş yaradacaq. Xırda anlaşılmazlıqlar narahatlıq doğuracaq. Halbuki əslində onları ürəyə salmağa dəyməz. Unutmayın, bugün sizi narahat edən şey ya özü-özünə yoluna düşəcək və ya düşündüyünüz qədər sərcin deyil. Özünüzə arxayın deyilsinizsə, sadə və aydın işlərə fokuslanın. Çox çətin tapşırıqlara girişməyin və emosiyaların təsiri altında vacib qərarlar verməyin.